Aprel döyüşlərində Azərbaycan əskər və zabiti qəhrəmanlıq göstərdi. Onların arasında baş leytenant Elnur İskəndərov var idi. Vətən yolunda canından keçən zabitimizin xatirəsi doğulduğu Şəkidə anılıb. Ailə üzvlərinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun gücünü, xalqın isə sarsılmaz iradəsini bir daha nümayiş etdirdi. Həmin vaxt igid əskər və zabitlərin qəhrəmanlığı nəticəsində əldə olunan uğurlar sonraki böyük zəfərin, tarixi qələbənin əsasını qoydu. Elnur İskəndərov ölümündən sonra vətən uğrunda medalı ilə təltif edilib. Bu tədbir hardasa anım günü kimi qeyd olunur. Ancaq mən insanlarda bir sevinç hissi də hiss edirəm. Yəni bu hissdə ondan irəli gəlir ki, biz o hardasa kədər hissini gizlədib sevinç hissini üzə çıxardırıq ki, yəni bu gün biz bütöv Azərbaycanda yaşayırıq. 10 il əvvəl dayım Elnur İskəndərov vətən uğrunda canından keçmiş və şəhidlik zirvəsini ucalmışdır. Onun göstərdiyi qəhrəmanlıq, vətənə olan sevgisi və fədakarlığı bizim üçün daima örnək olacaqdır.